Salam uşaqlar, xoş gördük sizləri. Bugün mən Aida müəllimə sizinlə impuls bölməsindən olan potensial enerjisi mövzusundan 30-cu sualın həlli qaydasına baxacağım. Sualda bizə deyir ki, yay asılan yükün təsiri ilə uzanaraq bir vəziyyətindən iki vəziyyətinə gəlir. Bu bizim bir vəziyyətimizdir, bu isə bizim iki vəziyyətimizdir. Bu zaman yükün yerə nəzərən potensial enerjisi və yayın potensial enerjisi necə dəyişəcək? Biz də bilirik ki, yerə nəzərən bizim potensial enerjimiz mgh-la, yaya nəzərən potensial enerjimiz isə kx kvadratı bölünsün 2 ilə ifadə olunmuş olacaq. Birinci yerə nəzərən potensial enerjiyə baxıram. Buradan baxanda, bura mənim yer səthim olsun, üfüqi yer səthim. Bir vəziyyətindən iki vəziyyətinə gələndə, yükdən yerə qədər birincidə məsafə bu qədərdir. İkincidə isə məsafə bu qədərdir. Buradan baxanda görürəm ki, bir vəziyyətindən iki vəziyyətinə gələndə mənim hündürlüyüm azaldı. Hündürlüyüm də potensial enerji ilə düz mütənasib olduğu üçün potensial enerjim də azalmış olacaq. Sonra yaya görə potensial enerjiyə baxdıqda isə 1-dən 2-yə gələndə görürəm ki, yayda dəyişiklik baş verir. Yəni yayım uzanır. Yayımın uzanması elə yayımın uzanmasının artması deməkdir. Yayımın uzanması artanda potensial enerjim də artacaq. Çünki bunlar bir-biri ilə düz mütənasibdir. Yəni yükün potensial enerjisi azalar. Yayın potensial enerjisi artar. Cevabımız da olacaq D variantı.